Salam izləyicilər, bu videoda sizə verilənlər bazasının idarə etmə sistemi anlayışı haqqında məlumat verəcəm. Elə isə başlayaq. Verilənlər bazasının idarə etmə sistemi, verilənlər bazasının yaradılması, redaksiyası, idarə olunması üçün proqram vasitələrinin kompleksidir. İngiliscə bu anlayış Database Management System adlanır. Verilənlər bazasının idarə etmə sisteminin əsas funksiyaları bunlardır. Verilənlər bazasının yaradılması, belə ki, burada cədvəllər, sahələr, əlaqələr və digər struktur elementlər qurulur. Məlumatların əlavə olunması və redaksiyası, yəni bu yazıların daxil edilməsi, dəyişdirilməsi və silinməsi nəzərdə tutulur. Sorğuların icrası, yəni məlumatların filtr edilməsi, axtarılması və hesabatların hazırlanması. Təhlükəsizlik və giriş nəzarəti, bu zaman istifadəçilərə fərqli icazələr verilir, yəni admin, istifadəçi və s. Ehtiyat nüsxə və bərpa məlumat itkisinə qarşı qorumanı nəzərdə tutur. Məlumatların bütövlüyünün təmin edilməsi, yəni düzgünlük və əlaqələrin qorunması. Ən geniş yayılmış verilənlər bazasının idarə etmə sistemləri bunlardır. Microsoft Access, Oracle, Clipper, DBase, Foxbase, RBase, Sybase, Informix, Ingress, EMVC, Microsoft SQL Server, MySQL, Paradox, Progress, Visual Fox Pro və s. Yəni belə proqram kompleksləri çoxdur. Bu qədər. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalanıb bilsinlər. Hələlik sağ olun.